Dördüncü vəd isə Allah Azza və Cəllənin ruzunun bolluğudur. Allah Azza və Cəllə bizə vəd verib. Əgər biz Qurana doğru düzgün iman etsək, Allah Azza və Cəllə göydən və yerdən bizə ruzular bəxş edəcək. Əgər biz Quranı tətbiq eləsək, Quranda olan Allah Azza və Cəllənin əmrlərini yerinə yetirsək, Allah Azza və Cəllə bizim ruzumuzu bol edəcəkdir. Allah Azza və Cəllə bizə dünyavi sıxıntılar verməyəcəkdir. Amma bizlər bəzən Allah Azza və Cəllənin vədlərinə tam etimad etmirik. Çünki bizlər Allahı haqqı ilə tanımırıq, Allahı yaxşı tanımırıq. Bizlər gecəni və gündüzü yaradan, 7 qat səmanı və yeri yaradan, göydən yerə su endirən və yerdən cürəbəcür bitkilər çıxardan və bizi yoxdan xəlq edən və bizə saysız hesabsız nemətlər verən Rəbbimizi haqqı ilə tanımırıq. Bəzən ona görə də bizlər Allaha etimad etmirik. Amma Allahın vədi haqdır. Necə ki Allah Azza və Cəllə Quran-Kərimdə buyurur: İnnallaha la yuxliful mi'ad. Allah vədinə xilaf çıxmaz. Allahın vədi haqdır. Dedikləri mütləq baş verəcəkdir. İnsanların vədi bəzən insanlar vədlərinə müxalif ola bilərlər. Çünki insanlar naqisdirlər. Çünki insanlar möhtacdırlar. Amma Allah Azza və Cəllə bütün isimləri ilə, sifətləri ilə kamildir. O heç bir zaman sözünə xilaf çıxmaz. Onun vədi haqdır.